Salam hörmətli izləyicilər, bugün sizə 9-cu sinif model testini izah etmək istəyirəm. Qeyd edim ki, düzdür, 9-cu sinif buraxılış imtahanları bitsə də bu suallar, belə suallar əslində 11-ci sinifə də uyğundur. Həm də 5-11-ci siniflə hər biri belə suallar işləyə bilər. İndi 8-ci siniflər var qüvvəsi ilə təbii ki 9-cu sinif buraxılışına, 10-cu siniflər 11-ci sinifin buraxılışına hazırlaşmalıdırlar. Hansı cümlədə fərqli nitq hissələrinin sayı cümlə üzvlərinin sayından çoxdur? Baxın, fərqli nitq hissələrinin həm sayına baxırıq, həm də cümlə üzvlərinin sayına baxırıq. Səbir burada ə olmalıydı, ə. Səbir ağrılıdır. Necədir ağrılıdır? Nə səbir? Amma onun meyvəsi şirindir. Xəbər, nə? Onun meyvəsi nə zaman? Həmişə. Baxırıq biz burada neçə cümlə üzvü var? 1, 2, 3, 4, 5. 5 cümlə üzvü var. Və indi nitq hissələrinə baxaq. Görək neçə nitq hissəsi var bu cümlədə. Səbir isim, ağrılı sifət, amma bağlayıcı, onun əvəzlik, meyvəsi isim, həmişə zərf, şirindir sifət. Bəli, sifətlə isim 2 dənədir. Biz eyni olanları sayacağıq. Daha doğrusu eyni olmayan olanlar bir dənə sayacağıq. İsim, sifət, bağlayıcı, əvəzlik, zərf. Burada oldu 5 cümlə üzvü, 5 nitq hissəsi. Buna görə bu cavab deyil. Bizə lazım nitq hissəsi çox olsun. Cəsarətlə deyilən söz şəfalı olar, xəbər, nə söz, hansı söz, cəsarətlə deyilən. 3 cümlə üzvü oldu. İndi biz baxaq nitq hissələrin sayına. Cəsarətlə zərf, deyilən feil, söz, sifət, daha doğrusu isim, şəfalı olar da feil. Yenə də eyni nitq hissələrini çıxsaq, zərf, feil, isim 3 cümlə üzvü var. Baxın, 3 cümlə üzvü var, 3 dənə də nitq hissəsi var. Zaman ədalətli hakimdir. Nədir? Nə, necə? 3 dənə oldu. Zaman, isim, ədalətli, sifət, hakim, isim. 2 nitq hissəsi oldu. 3 cümlə üzvü. Yenə də nitq hissəsi burada azdır. Bizə lazım çox olsun. Y bəndinə baxaq. Hər səhər yeni başlanğıcdır. Nədir? Necə başlanğıcdır? Nə və hər. Burada biz gördük ki 4 cümlə üzvü var və nitq hissələrinə baxaq. Hər əvəzlik, səhər isim, yeni sifət, başlanğıc isim. 3 nitq hissəsi var, 4 cümlə üzvü var. Yenidə çıxdıq. İndi D bəndinə baxaq. D bəndində isə deyilir ki, yeni kəşflərlə insanları təəccübləndirmək mi istəyirsən? İstəyirsən burada xəbər, kim, sən, mübtəda buraxılıb, nəyi istəyirsən? Bu yeni kəşflərlə insanları təəccübləndirmək, bu oldu məsələ tərkibi və tamamlıq. Burada oldu 2 cümlə üzvü. İndi biz baxaq nitq hissələrin sayına. Yeni sifət, kəşf isim, insan isim, təəccübləndirmək feil, istəyirsən feil. Burada oldu demək 2 cümlə üzvü. Sifət demək 1, 2, 2 ismi çıxırıq, tərcümə 2. 3 nitq hissəsi oldu. Yeni, burada oldu sifət, yeni, kəşflə insan oldu isim, təəccübləndirmək istəyirsən feil. 3 nitq hissəsi oldu, 2 cümlə üzvü. Cavabımız oldu təbii ki D bəndi.